Salam dəyərli şagirdlər, bugün sizinlə 22 fevral 2026-cı il tarixində Turan Tədris Mərkəzinə keçirilmiş 6-cı siniflər üzrə monitorinq imtahanının Azərbaycan dili fənnindən sualların izahına baxırıq. Bu imtahanda sizə iki mətn verilmiş. Birinci mətnimiz bədii, ikinci mətnimiz isə informativ mətndir. Birinci mətndə Zalım Şah və nökərinin başına gələn hadisələrdən danışılır. Zalım Şahın etdiyi əməllərdən, nökərin hansı yollarla xilas olmağından, etdiyi yaxşılıqdan danışılır. Gəlin indi isə sualların izahına baxaq. Birinci sual, mətnin əsas ideyası nədir? İnsan hər zaman güclü olmalıdır. Sədaqət və yaxşılıq heç vaxt unudulmur. Şahlar hər zaman sərt olmalıdır. Qorxu ən güclü idarə etmə üsuludur. Burada doğru cavabımız B variantı olacaq. Sədaqət və yaxşılıq heç vaxt unudulmur. Sədaqəti biz quduz itlərin timsalında, yaxşılığı isə nökərin itlərə qarşı etdiyi münasibətdə görürük. Ona görə doğru cavabımız B variantı olacaqdır. 2. Mətndə hansı suala cavab yoxdur? Şahın dəyişkən xasiyyəti insanlara necə təsir etdi? Bunu biz mətndə görürük. Cavan nökər itlərdən necə xilas oldu? Bunun da cavabı var. Şahın quduz itləri nə üçün saxladığı? Cavan nökərin adı nə idi? Cavan nökərin adı mətndə qeyd olunmadığı üçün bu sualın cavabı yoxdur. Ona görə doğru cavabımız D variantı. Şahın xarakterini ən yaxşı hansı ifadə təsvir edir? Ədalətli və səbirli, dəyişkən və qəddar, mərhəmətli və düşüncəli, hiyləgər və ehtiyatlı. Doğru cavabımız B variantı olacaq. Dəyişkən və qəddar. Cavan nökərin uzaqgörənliyi nə ilə sübut olunur? Şahın ona ahucuğum deməsinə baxmayaraq ehtiyatlı davranması, şahın əmrlərini hər zaman qeyd şərtsiz yerinə yetirməsi, şaha yaltaqlanaraq onun rəğbətini qazanması, başqa nökərlərlə birlikdə şaha qarşı sui-qəsd hazırlanması. Burada doğru cavabımız A variantı olacaqdır. Çünki şah nə qədər də öz nökərini istəsə də, ona ahucuğum desə də, yenə də onun qəzəbinə tuş gəlir və ona görə nökər bunu əvvəlcədən düşündüyünə görə ehtiyatlı davranır. Ona görə doğru cavabımız A variantı olacaqdır. 5-ci sual. Mətnə əsasən şahın peşman olmasının səbəbi nə idi? Cavan nökərin ona yazdığı şeiri bəyənməsi, cavan nökərin sağ qalaraq onun qarşısına çıxması, öz quduz itlərinin insanın daha sədaqətli olduğunu anlaması, xidmətçilərin ondan qorxduğunu hiss etməsi. Bunu biz əslində bu mətndə, bu abzasda görə bilərik ki, bəli, burada peşman olmuş şah göz yaşları içində əmr edir. Tez onu mənim üzrümə gətirin. Cavanı gətirirlər. Şah ondan üzr istəyib quduz itlərdən necə can qurtarması da maraqlanır. Ağıllı nökər cavab verir. Yəni burada biz görürük ki, şahın peşman olmasının əsas səbəbi cavan nökərin sağ qalaraq onun qarşısına çıxması olur. Ona görə doğru cavabımız B variantı olacaqdır. Mətndə hansı iki məfhum qarşı-qarşıya qoyulmuşdur? Qorxu və sədaqət, qorxu və cəsarət, ağıllılıq və sadəlövlük, zalımlıq və mərhəmət. Bəli, biz burada şahın timsalında zalımlığı, nökərin timsalında isə mərhəməti görürük. Burada doğru cavabımız D variantı olacaqdır. 7. Mətndə altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar? Gəlin baxaq. Mətndə hansı söz... Deməli, sözümüz vahimədir. Deyir ki, qəlbinin dərinliklərində çoxdan bir vahimə vardı ki, quduz itlərin dişlərinə yem olmuş başqa nökərlərin aqibəti bir gün onu da yaxalaya bilər. Burada gördüyümüz kimi vahimə sözüdür və vahimə sözünün hansı sözlə əvəz etmək olduğunu bizdən istənilir. Burada doğru cavabımız A variantı olacaqdır. Vahimə, yəni ki, təşviş deməkdir. Ona görə doğru cavabımız A variantı olacaqdır. 8-ci sual. Mətnə əsasən cədvəli doldurun. Səbəb-nəticə əlaqəsi verilmişdir. Səbəb. Cavan nökər itlərə hər gün sümük və ət verir. Nəticəsində itlərlə dost oldu və ölümdən xilas oldu. Bəli. Nəticə. Şah göz yaşlarına boğulur. Səbəbi isə ahucuğun sağ qaldığını eşidib tutduğu əməldən peşman olmuşdu. Bəli. Bu doğru cavabdır. D variantı. Biz həm də digər sualda şahın peşman olmağının səbəbini bu sualda görürük ki, yəni şahın peşman olmağının səbəbi ahucuğun sağ qaldığını eşidib peşman olmağı idi. Doğru cavabımız D variantı. 9. Mətnin obrazları ilə bağlı düzgün mühakiməni müəyyən edin. Şah həm zalim, həm də ağıllı bir hökmdar idi. Çünki o nökərin ağıllığını dərhal başa düşüb onu mükafatlandırdı. Xeyr. Nökər sadəlövh və qorxaq idi. Çünki şahın qəzəbindən qorxaraq heç vaxt ona qarşı çıxmadı. İtlər məcazi mənada insanlara sədaqət nümunəsi kimi təqdim olunmuşdu. Çünki onlar yaxşılığı unutmadılar.
Bəli, bu doğru fikirdir. İt saxlayan əsas müsbət obraz idi, çünki o uşağın qəddarlığını dayandırmağa çalışırdı. Bu isə yanlışdır. Buradan doğru fikirlər istəndiyi üçün bizdən cavabımız C variantı olacaqdır. 10. Mətndə altından xətt çəkilmiş cümlənin şərhinin verildiyi variantı seçin. Cümləmiz sonuncu abzasdır. Bu hadisə şaha əsl ibrət, insaniyyət dərsi olur. Zalım şah bundan sonra heç vaxt amansız cəzalara əl atmır. İtləri bir daha yanına salmır. Görünür, utanıb xəcalət çəkir ki, bəzən heyvan insandan daha sədaqətli olur. Bəli, burada doğru cavabımız B variantı olacaqdır. İnsanlarda xəyanət və mənfilik ola biləcəyini, bəzən isə heyvanların təbii sədaqətinin daha qiymətli olduğunu vurğulayır. Bəli, doğru cavabımız B variantıdır. İndi isə gəlin ikinci mətnimizə baxaq. Burada xurma ağaclarından söhbət gedir. İnformativ mətndir, müəyyən məlumat verir bizə. 11-ci sualda mətndə hansı suala cavab yoxdur? Burada doğru cavabımız D variantıdır. Xurma ağacları neçə il yaşayırdı? Biz bunun mətndə görmədiyimizə görə doğru cavab olaraq D götürəcəyik. Niyə müharibə vaxtı düşmənlər xurma ağaclarını kəsməyə çalışırdılar? Onları odun kimi istifadə etmək üçün? Xeyr. Xurma ağacları ölkənin əsas qida və iqtisadi resurslarından biri olduğu üçün? Bəli. Ağacların altında gizlənmək mümkün olduğu üçün? Bu yanlış fikirdir. Xurma ağaclarının kökləri su mənbələrinə yaxın olduğu üçün? Bu da yanlışdır. Bizdən doğru fikir istəyir və səbəbini istəyir. Xurma ağaclarının ölkənin əsas qida və iqtisadi resurslarından biri olduğu üçün fikri doğrudur. 13-cü sual. Mətndə altından xətt çəkilmiş ifadənin leksik mənasının verildiyi variantı seçin. Gəlin baxaq. Burada altından xətt çəkilmiş ifadə ixrac etdiyidir. Yəni, İraqın ixrac etdiyi başlıca kənd təsərrüfatı məhsulu olan xurma bu ölkədə hələ qədim zamanlardan məşhurdur. İxrac etmək sözünün bizdən leksik mənasının verildiyi variantı istənilir. İxrac etdiyi, yəni burada çıxarmaq mənasına uyğun gəlir və uzaqlaşdırmaq mənasında doğrudur. Ona görə doğru cavabımız 1-4 olacaqdır. 14-cü sual. Mətndəki nöqtənin yerinə hansı ifadə yazılsa, mətnin məzmununa daha uyğun olar? Onun qayğısını adamlar doğma balasının qayğısını çəkən kimi çəkirlər. Xurma ağacları ölkənin iqtisadi gücü və sərvəti nişanəsi sayılır. Burada doğru cavabımız D variantı olacaqdır. 15. Mətnə əsasən hansı fikir faktdır? Yəni, bizə mətndə olan əsas fikri istəyir fakt olaraq. İraqda xurma ağaclarının çoxalması yalnız şitirlər vasitəsilə mümkündür. Çünki tumdan əmələ gələn ağaclar məhsul vermir. Bəli, bu faktdır və biz bunu mətndə görürük. Ona görə doğru cavabımız A variantı olacaqdır. 16. Mətndəki dağ çəkmək ifadəsi hansı mənada istifadə olunur? Müharibə zamanı düşmənin strateji təlimatlarına əsasən xurma ağaclarının kəsilməsi, iqtisadiyyatın zəifləməsi məqsədilə edilən psixoloji və fiziki təzyiq metodudur. Xurma ağaclarının məhv edilməsi müharibə şəraiti dövrünün ekologiyasına və ərzaq təhlükəsinə vurulan ən ağır zərbələrdən biridir. Dağ çəkmək ifadəsi müharibə dövründə düşmənin əkin sahələrini zəbt edərək əhalinin əsas qida mənbəyi olan xurma bağlarını hədəf almaq üçün həyata keçirdiyi bir taktika kimi istifadə olunur. Xurma ağaclarının kəsilməsi müharibə zamanı düşmənə qarşı bir növ təbii sərvəti zəbt etmə əməliyyatı və torpaq müharibəsinin bir hissəsidir. Burada doğru cavabımız A variantı olacaqdır. 17. Mətnə əsasən xurma ağaclarının İraq üçün əhəmiyyəti aşağıdakı fikirlərdən hansı ilə daha çox oxşar ola bilər? Burada görürük ki, mətndə İraq üçün xurma ağaclarının əhəmiyyəti hələ qədim zamanlardan başlanmışdır. Onlar xurmadan un və bal hazırlayır, çəyirdəyindən yanacaq kimi istifadə edirlər. Xurma ağacı qabığının lifindən kəndir və sərbət örür, özündən isə kiçik qayıqlar düzəldirlər. Müharibə vaxtı düşmən tərəfindən xurma ağaclarını kəsmək ona ən ağır dağ çəkmək hesab olunurmu? Çünki görürük ki, yəni xurmadan özündən müəyyən məqsədlər üçün istifadə olunur. İndi isə hansı fikrin daha oxşar ola biləcəyi söylənilir burada. A variantında xurma ağacları Azərbaycanın orman sahələri ilə müqayisə edilə bilər, çünki hər ikisi ekosistemin qorunmasına əhəmiyyətlidir. Xurma ağacları Azərbaycanın üzüm bağları ilə müqayisə edilə bilər, çünki hər ikisi yerli məhsul istehsalının əsasını təşkil edir. Xurma ağacları Azərbaycanın balıqçılıq sahələri ilə müqayisə edilə bilər, çünki hər ikisi əsas qida mənbəyidir. Xurma ağacları Azərbaycanın gənc sənaye sahələri ilə müqayisə edilə bilər, çünki hər ikisi yalnız iqtisadi artım üçün vacibdir. Burada doğru cavabımız B variantı olacaqdır. 18. Mətnin ideyası nədir? Burada yəni bizə əsas ötürmək istədikləri fikir nədir?
Doğru cavabımız burada A variantıdır. Xurma ağaclarının İraqda böyük iqtisadi və mədəni əhəmiyyəti olması, xurma ağaclarının yalnız iqtisadi dəyəri olması bu yanlışdır. Xurma ağaclarının çox olması üçün yeni texnologiyanın tətbiqi, müharibə zamanı xurma ağaclarının məhv edilməsinin əhəmiyyətsizliyi. Əsas ideya xurma ağaclarının İraqda böyük iqtisadi və mədəni əhəmiyyətli olmasından danışılır. 19. Üzərində rəqəm yazılmış sözlərdən hansılar məcazi mənadadır? Gəlin baxaq. Birinci sözümüz məhsul vermirdir. İkinci sözümüz deməli qaynar günəş ağacları qurudub məhv etməsin. Üçüncü sözümüz deməli xurmaların gözü zəhdidir. Dördüncü sözümüz kiçik qayıqlar. Beşinci sözümüz isə dağ çəkmək. Burada məcazi mənada olan sözlərimiz qaynar günəş, xurmaların gözü və dağ çəkmək ifadələrdir. Yəni ki, doğru cavabımız 2, 3, 5. 2, 3, 5 B variantı doğru cavabdır. Mətndə altından xətt çəkilmiş cümlə İraq xalqı üçün hansı mənanı ifadə etdiyini göstərir. Xurma ağacları təkcə qida və iqtisadi dəyərə malik deyil, həm də xalqın kimliyi və tarixi ilə bağlıdır. İnsanların xurmaya göstərdiyi qayğı yalnız onun yüksək gəlir gətirməsi ilə bağlıdır. Xurma ağaclarının qorunması əsasən hökumət tərəfindən məcburi tədbirlər nəticəsində həyata keçirilir. Xurma ağaclarına göstərilən qayğı onların digər kənd təsərrüfatı bitkilərindən daha çox su tələb etməsi ilə əlaqədardır. Burada doğru cavabımız A variantı olacaqdır. Xurma ağacları təkcə qida və iqtisadi dəyərə malik deyil, həm də xalqın kimliyi və tarixi ilə bağlıdır. Daha sonra 21-ci sual. Musiqinin keyfiyyəti səviyyəsi ən yüksək olan ölkəni seçin. Burada nəzərə salsaq görərik ki, musiqi sisteminin keyfiyyət səviyyəsi yaşıl rənglə, musiqiyə ayrılan büdcə payı isə boz rənglə göstərilmişdir və keyfiyyət səviyyəsinin ən yüksək olduğu ölkəyə baxaraq burada biz Azərbaycanı görə bilərik 95 bal ilə. Ona görə doğru cavabımız A variantı olacaqdır. Hansı ölkədə musiqi üçün büdcədən ən az pul ayrılıb? Burada doğru cavabımız C'dir. Çünki Rusiyada biz görürük ki, musiqiyə ayrılan büdcə payı 9% təşkil edir. Ona görə doğru cavabımız C variantıdır. 23. Hansı ölkə keyfiyyət göstəricinə görə musiqi müsabiqəsində birinci yer tutur? Bunu biz açıq şəkildə görürük və doğru cavabımız Azərbaycan olacaqdır. A variantı doğru cavabdır. 24. Mətnə əsasən hansı fikir səhvdir? Musiqiyə ən az büdcə payı ayrılan Rusiyadır. Bu doğru fikirdir. Azərbaycanın musiqi keyfiyyəti ən yüksəkdir. Doğrudur. Musiqi üçün büdcədən ən çox pay ayıran Gürcüstandır. Gəlin baxaq. Bəli, görürük ki, burada 19% olaraq Gürcüstan pay ayırmışdır. Türkiyə musiqi səviyyəsinə görə 3-cü yerdədir. Xeyr, çünki burada biz musiqi səviyyəsinə görə Türkiyənin 2-ci yerdə olduğunu görürük. Ona görə doğru cavabımız D variantı olacaqdır. Hansı ölkə musiqi keyfiyyətinə görə sondan 2-ci yerdədir? Sondan 2-ci yerdə olan ölkəmiz Fransadır. Ən sonda isə Gürcüstandır. Sondan 2-ci yer olduğu üçün Fransa doğru cavabdır.